Gəlin bir yerdə buraxılış imtahanlarında istifadə oluna biləcək, mətndə görə biləcəyiniz, dinləmədə eşidə biləcəyiniz, ümumiyyətlə qrammatik çalışmalarda görə biləcəyiniz sözlərlə tanış olaq. Amma hansı yolla onları cümlədə istifadə etməklə və ya söz birləşmələrində istifadə etmək yoluyla. Çünki belə olan halda siz o sözləri daha möhkəm yadınıza salacaqsınız ya da yadınızda qalacaq, daha uzun müddətli yaddaşınızdan çıxmayacaq. Başlayaq. Necə deyərik? Yumru topa. Lamp. Aha. Bir cümlə deyim, onu tərcümə et. Şorbada bir topa nəsə var. There is a lump in the soup. In the soup. In the Yes. Dəstə. Bunch. Necə deyərik? Bir dəstə gül. A bunch of Flowers. flowers. O mənə bir dəstə gül verdi. He gave me a bunch of flowers. Perfect. Qaşıq. A spoon. Aha. Mənim şorbanı yemək üçün bir qaşığa ehtiyacım var. I need a spoon to eat the soup. Yes. Nəzakət. Politeness. Aha. Deyək ki, nəzakətlilik belə deyək daha doğrusu. Vacib bir şeydir. Bu həyatda vacib bir şeydir. Politeness is very important Bu həyatda. in this life. Yes, in this life. Perfect. Tacir. Merchant. Yes. Tacir. Keçmişdə tacirlər satırdılar, ticarətçi mənasında. Tacir paltarları satır. Necə deyərik? The merchant sells clothes. Yes. Fikir verirsinizsə cümlələri xüsusilə sadə cümlələr seçirəm ki, yadınızda qalsın, daha asan tərcümə edə biləsiniz və kömək eləsin ki, söz sizin yadınızda, yenə deyirəm, təkrar edirəm, qalsın. Nəslin kəsilməsi, tükənməsi, necə deyər ingilis dilində? Extinction. 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 Is extinction. Aha, necə deyərik? Dinozorların nəsli kəsilmədədir. Nəsli kəsilib. Dinosaurs are in extinction. Perfect. Dinosaurs are in extinction. Xardal. Mustard. Yes, mustard. Xardal sayıla bilən isimdir, yoxsa sayıla bilməyən? Xardal sayıla bilməyən Yes. isimdir. Uncountable və yaxud da ki non-count deyə bilərik. Düzdür, sayılmayan isimdir. Belə həm də qrammatikadan yadımıza saldıq qaydalardan. Necə deyərik? Mən sandviçimdə xardalı xoşlamıram. I don't like mustard on my sandwich. Perfect. Ev sahibi. Host. Belə bir cümlə deyək. Ev sahibi bizi qapıda qarşıladı. The host welcomed us at the door. Perfect. Səfər, səyahət. Journey. Çox söz ola bilər. Travel ola bilərdi. Journey ola bilərdi. Trip ola bilərdi. Deyək ki, bizim səyahətimiz uzun və əyləncəli idi. Our journey was long and fun. Yes, perfect. Yük maşını. Truck. Deyək ki, yük maşını ağır qutuları daşıyır. The truck carries heavy boxes. True boxes. Şəxsiyyət. Identity. No, Identity. Identity. Necə deyək, şəxsiyyət vəsiqəsi. Identity card. Perfect. Belə bir cümlə deyək, sənin, asan bir cümlə deyəcəm. Sənin şəxsiyyət vəsiqəsinə ehtiyacın var. You need your identity card. Perfect. You need. Fiilin üstünə vurğunu daha möhkəm You buraxın. need. Yes. Perfect. Dərzi. A tailor. Perfect. Tailor. Deyək ki, dərzi mənə təzə bir kostyum tikdi, hazırladı. The tailor made me new suit. Yes. Kədər, qəm. Sadness. Yes. Onun gözləri kədərlə dolu idi. Her eyes
were full of sadness. Sadness. Düzdür. Sözün kökü nədir? Sad. Perfect. Ness orada şəkilçidir və sifətdən isim yaradan bir şəkilçidir. Yenə qrammatikanı təkrarlamış olaq. Zibil. Necə deyərik zibil? Rubbish. Rubbish. Zibil sözlərinin zibili ifadə edən sözlərdən biridir. Sayılandır səncə yoxsa sayılmayan? Rubbish sayılmayan. Çünki zibil deyəndə biz çox şey nəzərdə tuturuq. Zibilin içində çox şey deyə bilərik. Düzdürmü? Deyək ki, gündəlik danışdığıma da uyğun olan bir cümlə olsun. Küçəyə zibil atma. Don't throw rubbish on the street. Perfect. I liked your answer. Tayfa. Tribe. Yes, tribe. Tribe. Məsələn, belə deyək ki, tayfa dağlarda yaşayır. The tribe lives in the mountains. Perfect. Kök, nəyinsə kökü. Root. Ağacın güclü kökləri var. The tree has strong roots. Düzdür. Kilsə, Church. onlar hər bazar günü kilsəyə gedirlər. They go to church on Sunday. On On every Sunday. every Sunday, yes. Çalışqanlıq, Diligence. 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 Diligence, biraz Diligence. çətin bir cümlə deyək. Çalışqanlıq uğura doğru aparır. Diligence leads to success. Diligence leads to success. Bir də deyək, Diligence leads to success. çox gözəl bir cümlədir. Həyatımızın şüarına çevrilə bilən bir cümlədir. Şöhrət, şan. Glory. Yes, glory. Aha. O şöhrət üçün, şan üçün döyüşürdü, vuruşurdu, əlləşirdi. He fought for glory. Yes, fought forla işlənir, düzdür. Çaydan, Kettle. cattle, Kettle. cattle. Kettle. Deməli, ümumiyyətlə çaydanda nə olursa olur, ona görə su ilə bağlayaq. Su çaydanda hal-hazırda, indi bax bu dəqiqə qaynayır, necə deyərik? The water is boiling in the kettle. Perfect. Aha. Next words can be. Dırnaq mənası var. Elə bir sözdür ki bu sözün iki mənası var. Həm dırnaq, həm də ki mıx. Bu hansı sözdür? Nail. Yes, nail. Nail. Hər iki mənasını görə bilərik cümlələrdə, kinolarda, musiqilərdə, hər yerdə bir sözlə. Necə deyərik? Diqqətli ol, döşəmənin üstündə bir mıx var. Be careful, there is a nail on the floor. There is a nail, there is one nail da deyə bilərik. Düzdürmü? Çünki hər ikisi bir mənasını ifadə edir. Təpə nədir ingilis dilində? Hill. Hill, yes. Biz təpəni aşdıq, dırmaşıb aşdıq və gözəl bir şəhər gördük. We climbed the hill and saw the beautiful city. The beautiful city. We climbed the hill And saw the beautiful city. Aha. Cığır iz. Track. Bəs o sözün başqa hansı mənası var? Track sözünün Mahnı, musiqi mənasında gedir. Düzdürmü? Musiqi nömrələri. Track 1, track 2 bu formada da görmüşük, düzdürmü? Necə deyərik? İt cığırı və ya yolu izlədi. The dog followed the track. The dog followed. Düzgün zamanda dedim. Followed, bəli. Zərf və ya açıqca. Envelope. Aha. Mən məktubu, açıqca sözü məktubla bağlı olur, çox düzdür. Mən məktubu açıqcaya və ya zərfə qoydum. I put the letter in the envelope. Perfect. Könüllü. Bu söz axır vaxtlar çox istifadə olunur. Könüllü. Hətta bizim dilimizə artıq keçibdi demək olar ki. Volunteer. Yes, volunteer. Volunteer. Aha, o deyək ki, o məktəbdə və ya xəstəxanada hansını sən deyə bilərsən? Könüllüdür. She is a volunteer at the hospital. Yes, you can say or at Or school. at the school. Zibil sözü bayaq bir dənəsini istifadə eləmişdik. Rubbish. Rubbish.
Başqa hansı zibil sözü deyə bilərik? Garbage. 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 Zibili çölə apar. Yəni götür atmaq mənasında. Take the garbage out, please. Düzdür. Please sözünü demək lazımdır. Çünki ingilislər birbaşa əmr kimi demirlər. Please ya cümlənin əvvəlində, ya cümlənin sonunda istifadə edirlər. Doğru dedim. Bəyəndim cavabını. I liked your answer. Qalstuk. A tie. Yes. Tie. O işə qara qalstuk taxır. Geyinir. He wears a black tie at work. Yes, you're right. Gavalı. Plum. Yes. Bu gavalı, şirin və şirəlidir. Necə deyək? The plum is sweet and juicy. The plum da deyə bilərsən, this plum da deyə bilərsən. Mürəbbə, jam, Jam. jam, yes. Mən, belə deyək, mən çiyələk mürəbbəli çörəyi xoşlayıram. Yəni çörək olsun, üstündə də çiyələk mürəbbəsi. Necə deyərsən? I like bread with strawberry jam. Perfect. Yes. Çəmənlik, Meadow. 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 Perfect. Güya indi gözümüzün qabağına gətirək inəklər var, bir də çəmənlik gözümüzün qabağına gətirək. Ümumiyyətlə sözləri öyrənməkdə göz önünə gətirməyin çox böyük rolu var ki, sözlər yadımızda qalsın deyə. Deyək ki, inəklər çəmənlikdə indi ot yeyirlər. The cows are eating grass in the meadow. Perfect. Meadow.